Özünü necə hiss edirsən, hə? Məktəbin tutduğu. Ay, məktəbi xoruz deməkdim, hə? Voru, zoru, avarası. Səməd, o vaxt necə dovşan idinsə, indi də elə dovşansan. Ay, sən qorxmursan ki, mənim əlimdəsən? Sənin başını yoluna açaram. Çölə bayra çıxa bilmərsən insan üçün. Sən indi belə vəziyyətdə güvənib danışa bilirsən də, ədalətli ol, at əllərimi göstərim sən necə olur. Sən də o vaxt qolunun gücünə güvənib mənə əzirdin də. O vaxt üstünlük səndə idi, indi üstünlük məndədir. Nə oldu? Sən eləyəndə normal idi, mən eləyəndə ədalət gözlə görsəndi. Görürsən niyə belədir? İnsanlar özləri eləyəndə görmürlər, ona qarşı olunanda ədalətsizlikdən danışırlar. Hə, gətirmisən məni bura 1-2 dənə vurdun, acığımı çıxdın. Sonra nə edəcəksən? Öldürəcəksən məni? Əvvəl axı buraxacaqsan da, bax ondan sonra qaç, özü deşik axtar. Bala sən nə atdan düşürsən? Mənim əlimdəsən, neysən? Səni bura gətirmişəmsə, necə sonluğun olacağını da fikirləş. Sən məni elə incitmirsən ki, səni belə rahat buraxaram. Hər məktəbdə sənin kimi döyülən adam böyüyüb sənin kimi biri olsa, bu ölkədə normal adam yetişməz. Onsuz yetişmir də. Tupoy. Sən əvvəl necə tupoydunsa, eləyən də tupoysan. Mən bəyəm döyülməyi deyirəm.